Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş görmüşük və biz bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Şəhid Hüseyn Qərabsada olan küçədəyik biz. Və bura gəlməkdən məqsədimiz odur ki, sakinlərin su ilə bağlı problemi var. Bizim Çınar TV kanalına öz şahidlərini göndəriblər və biz də gəlmişik məsələni yerində işıqlandıraq. Məhəmməd Ələsgər bizim problemimiz odur ki, və bura ona görə yığışmışıq ki, bizim bu Alabaşlı, Könüllü köyünə, Könüllü Alabaşlı arxımızda su yoxdur. Əvvəlcə həftədə 2 dəfə, 3 dəfə gəlirdi. Sonra elədilər 8 gündə, 10 gündə, indi 10 gündə, 15 gündə bir dəfə gəlir. İçmək suyumuz yoxdur, yuyulmaq suyumuz yoxdur. Malımız var, heyvanımız var, toyuğumuz var, düzəmiz var. Baxırsan, bir dəqiqə bizim ağaçlara baxsan, elə bilsən qışdır, payız gəlibdir. Bax, bizim problemimiz budur. Xahiş deyirik, imkanlı adamların çoxu evin eşiğini satıb, kimi Bakıya gedib, kimi Gəncə gedib. Bizim yoxumuzdur. Nə satası deyilir, nə heç ara gedəsi deyilir. İldən sonra hara gedim mən bu yaşda? Mənim nəvələrim var, falanım var. Bir də məktəbimiz var. Məktəbdən məktəbin suyu gəlir 3-4 kilometr. Nemeslər o vaxtı kran çəkiblər, kərit çəkiblər. Oradan gəlir, vururlar dəmir çənlərə vurur. 500-600 nəfər uşaq o dəmir çəndən gələn sudan istifadə edir. Onu sellir. Bu dəqiqə iş vaxtı dediyim burada adam yoxdur. 5-6 nəfər yığışmışıq bura belə. Bunun tələbimiz budur, bunu istəyirik biz. Aydın, neçə ildir bu su ilə bağlı problemimiz var, içmə su ilə bağlı? Neçə ildir, bax bu yuxarıda kanal Şəmkir çayının qabağı kəsiləndən bəri bu günə düşmüşük. Bizim suyumuz gedir bu tərəfə Toza, Lüyəriyə, nə bilim hara gedir. Bizim özümüzdə su yoxdur qardaşım. Bizim tələbimiz odur ki, bizə su verin, su istəyirik. Bizim ayrı tələbimiz yoxdur. Aydın. Bugün öz təqdim edən. Elektronik yox. Çətinlik çəkirik qardaş. Suyumuz yoxdur. Buranın qocası var, cavanı var, xəstəsi var. Hardasa bax, bir kilo az qalıb 500 metrlik məsafədən gedib əlimizdə su gəldi. Başımızın üstündə su gəlirdi. Aydın. İndi nə qədər Almanlar çəkdiyi kəhriz quyusundan istifadə edirlər. Həmən suyun problemi var da, dest gəlmir. Bizdə yoxdur, bizə otçular çəkdir. Biz də məsafədə, bizdən aşağı məsafədə gedirdik. Bizdə də bu arx suyu ilə istifadə eləmişik. İndi onda kəsflər yoxdur. Həmən quyular təmizlənmir də vaxtda. Söhbət yox, quyuda bu dəqiqədə su da azdır. Su da yoxdur, amma təmizlənmir. Yox, azlığı təhlil. Çox azınacaqlı vəziyyət. Neçənci ildən bax həmən quyulardan istifadə edib bu qəsəbə sakinləri? Çoxdur, Memişdə sularda istifadə edir. 1-45 müharibədən qabaq gəliblər, suyu da çəkiblər. Axır bu neçə ilə kimi yaxşı gəlir istifadə edirsən həmən quyulardan? Arzada bir 1500 al var idi. Ondan sonra azalma getdi. Sonra azalma var. Hazırda 15-20. aydın, artsan suyundan istifadə edə bilmirsiniz. Artsan Yoxdur. Yoxdur artsanız. İndi tələbiniz nədir ki, yəni artsan su çəkməyiniz? Sonra bizim çayımızda ən zəif yerimiz tutur. Şükür Allah'a bak. Wi-Fi var məsələn, internetindən istifadə. Qazımız var, işığımız var, şükür Allah'a, yaxşı pis var. Amma sudan çox əziyyət çəkirik. O gün nə qədər? Hələ burada bax, körpə uşaqlarımız var, nəvələrimiz var, bax. Hamısı su tələb edir. Qapıda eyvan saxlayırsam ona da su lazım. Məmmədov Əkbər Məmmədoğlu, Çınarlı qəsəbəsində yaşayıram. Quyu batıb gedir, 1 qram quyuya girib, bu deşikdən girib o deşiyə təmizləməyə imkan yoxdur. 20 santı dərinliyi var. Əliyeva Sevda Zaman qızı, su problemi bizdə çətindir. Xəstə adamam, 1 kilometr yol gedib quyu suyu gətirirəm. Suyumuz çox problemlidir. Yəni hal-hazırda siz bu dəqiqə gedirsiniz su gətirməyə. Onlar da burada əlimdə gedirəm su gətirməyə. Özüm də xəstə adamam, infarkt keçirmişəm. Sağ ol. Uzaq deməli, yerdən hardan get gətirəsiniz hal-hazırda suyu? 500 metr məsafə var da. Küçəni. 2 kilometr. Artizan da yoxdur. Kəhri suyu da gəlmir. Quyularımız təmizlənmir. Onlar da zəif gəlir. Bir də görsən heç gəlmir. Kratlar dolur deyin, heç gəlmir. Aydın. İstəyən də olur ki, su ilə bağlı tədbir görsün. Hə.
su artsan quyusu tikilsin də bu. Artizan quyusu olsun, cəmaatı su ilə təmin eləsinlər. Dəyərli izləyicilər, çəkiliş zamanı məlum oldu ki, Şəmkir rayonunun Çınarlı qəsəbəsinin içmə su ilə bağlı problemi olduğu kimi, həmçinin suvarma su ilə bağlı da problemi mövcuddur. Məmmədov Əhmər Məmmədoğlu. Xahiş edirəm sizdən artıq dərəcədə bizim bu Alabaşda arxın suyu niyə gəlmir? Başqa yerlərə gedir, biz qalmışıq su, məhəllələr yanıb gedir bütün. Xahiş edirəm bu işə ciddi baxasın. Aydındır. Hal-hazırda deməli bax operatordan xahiş edirəm buranı çəksin. Yəni gördüyünüz kimi qupqurudur bu. Qupquru, zibilli, Su getmir. zibilli, bütün arxın içi zibildir. Baxan yoxdur, eləyən yoxdur. Susuz cəmaət məhəlləsi yanıb gedir millətin. Neçə gündür su gəlmir bax hal-hazırda. Bu axlamasındır belədir. 10 gündən çoxdur, su gəlmir. O da gələndə bircə gün buraxırlar. Bir gün su gəlir, kəsilir. Məhəllənin çox adam sulaya bilmir. 5-6 nəfər suluyur, dalından suyu kəsirlər. Aydındır. Xahiş edirəm bu işə ciddi bax. Vaxtilə buradan çoxlu su gəldi, yəni neçə illərdir. Mən 80 yaşına gedirəm. Mən anadan olandan bu Alabaşda arxının suyu 5 ni gedirdi. Aydındır. İndi niyə gəlmir bu su? Deməli sizin həm içmə su ilə bağlı probleminiz var, həm də suvarma su ilə probleminiz var. İçməli suyu da quyunu göstərəcəm. Quyuya girmək mümkün deyil gizlikanla, moruq yolundan. Krandın çoxu bulanlıq gəlir, palçıq. Və biz nə çay qoyaq içək. Xahiş edirəm bu işi ciddi baxasın. Aydın. Dəyərli izləyicilər, deməli Şəmkir rayonunun Çınarlı qəsəbəsində almanlar tərəfindən inşa edilən su quyuları var. Bəlkə də bir 50 ildən çoxdur ki, həmin bu Çınarlı qəsəbə sakinləri bu sudan istifadə edirlər. Amma indi hal-hazırda demək olar ki, məhv olmağa doğru gedir. Artizan suyular da olmadığına görə sudan çətini çəkirlər. Həmən bax bu kəhriz quyuları vaxtilə çox yaxşı işləyibdir, təmiz olubdur. İnsanlar rahat bu sudan istifadə edirlər. Hal-hazırda amma demək olar ki, məhv olmağa doğru gedir, təmizlənmir və onunla bağlı yenə qəsəbə sakini öz şikayətini bildirməsi. Buyurun. Quyuya baxırıq, quyunun içindən bu zaten girib o birçok tərəfə gedib təmizləmək olmur. Girmək olmur. 20 santi dərinliyi var. Kran da gəlmir, bir şey eləmir, palçıq gəlir bütün kran. Xəstə adam 1 kilometr yol gedib su gətirirəm. Daha nə danışım? Onu böyük adamlara təşkil eləsinlər, bizə də su çəksinlər. Artizan suyu, ya quyudan kəhriz suyu çəksinlər. Xəstə adamam, gedib su gətirirəm. Dəyərli izləyicilər, Çınarlı qəsəbəsinin, Şəmkir rayon Çınarlı qəsəbəsinin Şəhid Hüseyn Qərəbsal adlı olan küçənin gördüyünüz kimi su problemi çoxdur. Sakinlər çox əziyyət çəkirlər və mən ümid edirəm ki, bu yaxın zamanlarda inşallah qəsəbəmizin Şəhidin adını daşıyan küçənin su problemi yaxın zamanda inşallah həllini tapar.